Və budur, həsrət bitdi. Güya texniki zonada böyük qovuşma var. Zidane nəhayət ki Fransa yığmasının başındadır. Deyirəm kaş belə qovuşmalardan biri də Jürgen Klopp'la olaydı. Ayrılığın biraz uzun çəkmədimi Jürgen? Neysə qayıdaq mövzumuza. Məncə həm strategik, həm də emosional səbəblərdən indiyə qədər gələn bütün təklifləri cavabsız buraxan Zidane puzzle'ın son parçasını tamamlamağa gəlir. Hər bir futbolçu üçün uca bir zirvədir Zinedine Zidane. Onun həm futbolçu, həm də məşqçi karyerasını bir bütün kimi dəyərləndirsək, geriyə deyiləcək çox söz qalmır. Sadəcə fantastika. Düz 14 ildir komandanın sükanı arxasında olan Didier Deschamps heç vaxt pragmatik futboldan əl çəkmədi. Dünyanın ən zəngin heyətinin adama xəyal elətdirdiyi o estetikadan, o futboldan çox uzaq qalan Deschamps ancaq nəticə olaraq Fransaya dünya çempionatlarında bir qızıl və bir gümüş qazandırdı. Bu ilin yayında keçiriləcək turnirdən sonra o postu həm yerlisi Zidane buraxacaq. Məncə bütün tərəflərin məmnun qalacaq bu dəyişiklik çox təmiz və vaxtında oldu.